Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə Ucar rayonu Təzəşilyan kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyindən bugün TVyə bildirilib ki, məlumatla əlaqədar Dövlət Yanğından Mühafizə Xidməti, Kürdəmir və Ucar rayonu yanğından mühafizə hissələrinin qüvvələri dərhal əraziyə cəlb olunub. Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirə salınmaz tədbirlər sayəsində Kolkos və qamışlıq sahədə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsini, o cümlədən ərazidə yerləşən kommunikasiya xəttlərinin keçməsinə imkan verilmədən söndürülüb. Yanğın nəticəsində 15 hektar sahədə kolkos və qamışlıq yanıb. Ətraf ərazilər və kommunikasiya xəttləri yanğından mühafizə olunub. Sevindil Akifoğlu, Bugün TV.